Bu günləri müasir ümumi tarixdən sınaq 2-nin izahını verəcəyik. Birinci sualda qeyd olunur ki, 1927-ci ildə qəbul olunan qanuna görə 1924-1929-da hakimiyyətdə mühafizəkarlar olmuşdur. Bu dövrdə sərt maliyyə sisteminə keçdikdən sonra 1926-cı ildə fəhlə hərəkatı baş vermişdi. Bu hərəkata qarşı 1927-də həmin bu qanun verilmişdi ki, fəhlə və tətil hərəkatları qadağan edilir. Ona görə cavabımız Y variantı gələcəkdir. Növbəti sualımız ikinci sualda qeyd olunur ki, Türkiyə Milli İstiqlal Müharibəsi dövründə hərəkat iştirakçılarının uğurları üçün səciyyəvidir. Milli İstiqlal Müharibəsi 1918-1923-cü illəri əhatə edir. Deməli, birinci bənddə verilir ki, erməni hökumətinin Anadoluya aid ərazi iddialarına son qoyuldu. Bu hadisə 1920-nin dekabrı, Osmanlı dövləti 1-ci Dünya müharibəsini tərk etməsi 1918-ci ilin oktyabrı, Yunanların Sakarya döyüşündə baş verməsi Yunanlarla 1921-in yayı, xilafətin ləğv edilməsi 1924, xaricilərə məxsus sənaye müəssisələrinin milliləşdirilməsi isə 1923-ün oktyabrın 29-da hökumət qurulduqdan sonra, yəni Türkiyə Cümhuriyyəti yarandan sonra qəbul edilən islahatların tərkib hissəsində verilib bu cümlə. Biz isə Milli İstiqlal Müharibəsinin dövrünə aid olanı seçməliyik. Birinci bənd aiddir, yəni bu dövrə düşəcək. İkinci bənd ərəfəsində olub, yəni müharibədən çıxandan sonra Milli İstiqlal Müharibəsi olub. Ona görə 2-ni aid etməyəcəyik. Üstə Yunanlarla Sakarya döyüşünün baş verməsi bəli aiddir. Xilafətin ləğv edilməsi İstiqlal Müharibəsindən sonraki dövrə aiddir. Xaricilərə məxsus sənaye müəssisələrinin milliləşdirilməsi yenə də bu müharibədən, İstiqlal Müharibəsindən sonraki dövrə aid olacaq. Cavabımız 1-3 olacaq. Növbəti sual. Üçüncü sualda qeyd olunur ki, 1-ci Leyboris hökuməti və İngiltərədə milli hökumət arasında oxşar cəhət. 1-ci Leyboris hökuməti 1924-də hakimiyyətdə olub. Milli hökumət isə 1931-35-ci illərdə hakimiyyətdə olub. A variantında 30-cu illərdə qurulmuşdur. Yəni 20-ci əsrin 30-cu illərinə Leyborislərə uyğun gəlmir. A variantında. B variantında McDonald'ın rəhbərlik etməsi, bəli, bu hər ikisi üçün uyğundur. C variantında Avropada faşizmin sakitləşdirmək siyasəti yürüdü. Heç birinin belə bir siyasəti yox idi. Dünya iqtisadi böhran illərində fəaliyyət göstərməsi. İqtisadi böhran 1929-33. Bu isə sadəcə milli hökumətin dövrünə düşür. Ona görə D-ni çıxırıq. George'un rəhbərlik etməsi, George liberallara rəhbərlik eləyibdir. Ona görə Y variantına çıxırıq. Cavabımız B variantı olacaqdır. Növbəti sual Weimar Respublikasının xarici siyasət üçün səciyyəvidir. Weimar Respublikası 1919-1933-də hakimiyyətdə olub. Birinci bənddə qeyd olunur ki, Almaniyanın Millətlər Cəmiyyətinin qəbul etməsi 1926. Geniya konfransının iştirak etməsi 1922. SSR-nin Polşanın bölüşdürülməsinə aid gizli protokol imzalanması 1939. Molotov-Ribbentrop paktına görə. Münhen konfransının iştirak etməsi 1938. Kopenhagen barışığının imzalanması 1918-ci ilin noyabrı. Weimar Respublikası dövrünə aid deyirsə 5-i çıxırıq. 5, 4 də aid olmayacaq, 3 də aid olmayacaq. Cavab 1-2 uyğun gəlir. Növbəti sualda Antanta və Türkiyə arasında imzalanmış Lozanna müqaviləsi 1923-cü ildə imzalanmışdır. Bu müqaviləyə görə Sevr müqaviləsi ləğv edilir. Bəli. Türkiyənin müstəqilliyi və yeni sərhədləri tanınır. Bəli. Türkiyə işğal rejimi ləğv olunur. Bəli, Türkiyədəki olan bu işğal rejimi ləğv olunmuşdur. Növbəti bəndlərinə baxaq. Boğazlar nəzarəti Türkiyə tərəfindən həyata keçirilir. Bəli, bu köhnə kitaba əsasəndir. Y variantını isə Osmanlı dövlətinin ləğv edilməsi 1922-yə aiddir. Ona görə cavabımız Y variantı olacaqdır. Növbəti sual dünya iqtisadi böhranı zamanı Leyboris hökumətinin həyata keçdiyi tədbirlərə aid deyil. Dünya iqtisadi böhranı 1929-1933-cü illərə aid edir. Leyborislərin gördüyü tədbirlər söhbət burada
ikinci Leopoldlərdən gedir ki, bunlar hakimiyyətdə olub 1929, 1931-ci ildə hakimiyyətdə olub. Bəli, ictimai iş yerlərinin yaradılması doğrudur. Əhalinin bir qismi böhran yaşanan yerlərə köçürülməsi doğrudur. Əkin sahələri və malqara sayının azaldılması belə bir tədbiri olmamışdır. Elə C variantı aid olmayan bəndlər sırasına aiddir. İşsizliyə görə sığortanın genişləndirilməsi aiddir. İşçi qüvvələri sənaye müəssisələrinə yönəldilməsi, bəli, bu variantlar uyğun gələcək. Cavabımız C variantı olacaq. Növbəti sualımız Antanta dövlətlərinin türk xalqının azadlıq mübarizəsi yatırmaq üçün gördüyü tədbirlərdən deyil. A variantında milli ant qəbul etmiş deputatların qovulması, bəli, görülən tədbirlər siyasına aiddir. Yunan qoşunlarının Kamalistlara qarşı göndərilməsi, bəli, aiddir. Osmanlı dövlətinin paytaxtını işğal etməsi, İstanbulun işğalı doğrudur. Anadolu bəzi ərazilərin ələ keçirilməsi, bəli, Anadoluda bəzi ərazilər ələ keçirilmişlər. D variantda doğrudur. Ankara hökumətinin fəaliyyətinə son qoyulması, bu bənd uyğun gəlməyəcək. Cavabımız elə Y variantı olacaqdır. Növbəti sualda isə Mühafizəkarlar Partiyasının imperiya siyasətini imtina etmək istəməsinin səbəbi. Mühafizəkarlar imperiya siyasətini imtina etməsinin səbəbi Britaniyanın beynəlxalq nüfuzuna ziyan gətirəcək fikirlərinə, yəni qarşısını almaq üçün bu siyasətdən imtina etmişlər. Ona görə cavabımız B variantı olacaqdır. Növbəti sualda uyğunluğu müəyyən edin. Böyük Britaniyanın 19 və 20-ci əsrlərinə aid olanları seçəcəyik. Birdə deməli 19-cu əsr seçirik. Fransanın Avropadakı yamonluğuna qarşı mübarizə aparılması. Bəli, çünki biz 19-cu əsrdə Avropa ölkələri arasında Fransanın daha da gücləndiyini qeyd etmişdik və bunu İngiltərənin maraqlarına, yəni Böyük Britaniya maraqlarına uyğun olmadığını qeyd edirik. Viyana Konqresinin aparıcı dövlətlərindən biri olması, bəli, Viyana Konqresi 1814-15-ci illərdə keçirilmişdir. Həmin bu konqresdə aparıcı dövlətlər siyahısında idi. Almaniya qarşı Fransa ilə yaxınlaşması, Almaniya qarşı Fransa ilə ittifaq qurmamışdır. C variantı uyğun gəlməyəcək. 20-ci əsrə görə baxaq, Antanta ittifaqının tərkibində müharibədən iştirak etməsi, bəli, İngiltərə Antanta tərəfindən iştirak etmişdir. Paris konferansının aparıcı dövlətlərdən olması. Bəli, Paris konferansında da biz, yəni 1919-cu ilin yanvarında keçən bu konferansda aparıcı dövlətlərdən biri idi. Aynen B doğru gəlir. Dünya müharibəsindən sonra təcridçi siyasəti yürütməmişdir. Ona görə cavabımız 1-ə A, B, 2-yə A, B uyğun gələcəkdir. Baxaq variantlarda A variantı uyğun gəlmir, B uyğun gəlmir, C uyğun gəlməyəcək, D də uyğun gəlmədi. Y variantına baxaq. Bəli, Y variantında 1-ə A, B, 2-yə A, B uyğun gəlir. 10-cu sual 1918-1919-cu illərdə Almaniya aid deyil. Monarxiyanın devrilməsi 1918, Nazi Partiyasının hakimiyyətə gəlməsi 1932, Weimar Respublikasının elan olması 1919, bəzi ərazilərdə Polşaya güzəştə getməsi Versal müqaviləsinə görə 1919, Versal müqaviləsinin bağlanması 1919. Deməli, bu illərə uyğun gəlmir, Nazi Partiyasının hakimiyyətə gəlməsi. Cavab B variantı uyğun olacaqdır. Növbəti sual 1918-də baş verəcək inqilabın qarşısını almaq üçün Almaniya hökuməti. ABŞ hökuməti ilə sülh imzalanması. 1918-ci Almaniyanın ABŞ-ın hər hansısa bir sülh müqaviləsi imzaladığını qeyd etmirik. Siyasi məhbuslara azadlıq verilməsi, bəli, siyasi məhbuslara azadlıq verilmişdir. Hökumət parlament qarşısında məsuliyyət daşımalı idi. Bu bəndlərə uyğun gələcək. Yeni konstitusiya 1918-də yox, 19-da Weimar konstitusiyası qəbul etmişdir. Birinci Dünya müharibəsi inqilab müharibədən sonra olubdur. Yəni müharibədən çıxandan sonra olduğu üçün bu proses D variantı zaman oxuna görə düzgün uyğun gəlmir. Hakimiyyətin Nazi Partiyasının gəlməsi 1932-dir. Bu da 1918-ci illərə düşmür. Cavabımız B variantı olacaqdır. Növbəti sualımız Almaniya Nazilər hakimiyyəti dövrü üçün səciyyəvidir. Səciyyəvi deyil daha doğrusu. Nazilər hakimiyyəti 1932-də gəlib. Kommunistlərin birgə hökumətinin yaradılması. Biz Almanların 1932-də hakimiyyətə gələndə, yəni
hər hansı bir partiyanın hakimiyyətə gəldiyini qeyd etməmişik. Ona görə A variantı uyğun gəlməyəcək. Elə cavabımız A variantı gələcək. Digər variantlara da baxaq. Bütün hakimiyyətin bir nəfərin əlində cəmləşməsi doğrudur. Respublika quruluşunun totalitar diktator və diktator rejiminin olmasını qeyd etmişik. Konstitusiya azadlıqlarını ləğv etməsini qeyd etmişik. İlkçi və şovinizm güclənməsini qeyd etmişik. Ona görə cavabımız A bəndi olacaqdır. Növbəti sualımız Almaniya nasistlərin hakimiyyətə gəlməsinə şərait yaratdı. Biz bu dövrdə, yəni 1929-1933-cü illərdə hökumət böhranının baş verdiyini qeyd etmişdik və nasistlərin hakimiyyətə şərait yaradan amil iqtisadi böhranın yaratdığı çətinliklər idi ki, və orada nasistlərin verdiyi vədlər var idi. Ona görə xalq daha çox nasistləri seçdi. Nəticədə nasistlərin hakimiyyətə gəlməsini qeyd edilir. Ona görə B variantımız doğru olacaqdır. Növbəti sual Prezident Hindenburqun xalqa və dövləti müdafiə etmək adlı fərmanı nəzərdə tutulurdu. Bu fərmana görə biz qeyd edirik ki, Weimar Konstitusiyasında verilən azadlıqların ləğv olunması, ona görə D variantı doğru gələcək. Növbəti sual Türkiyə hökumətinin Sovet Rusiyası ilə yaxınlaşmasına səbəb oldu. Burada Türkiyənin Sovet hökumətinin yaxınlaşmasının əsas səbəbi Antanta dövlətlərinə qarşı mübarizə aparmaqdır. Ona görə B variantı doğru olacaq. Növbəti sualımız Birinci Dünya müharibəsində Böyük Britaniya təsirlərinə aiddir. İqtisadi durğunluq daha da artdı. Bəli. Xarici borclar digər dövlətlərə nisbətən daha da çoxaldı. Bəli, qeyd edirik. Kapital ixrac edən ölkədən kapital ixrac edən, ixracdan artıq bayaqlar ixrac edən ölkəyə, indi idxal edən ölkəyə olacaq. Ona görə 3 uyğun gəlmir. Ərazisi hərbi əməliyyatlar getmədiyinə milli gəlir çoxalmışdır. Xeyr, borc verəndən borc alan ölkəyə çevrilmişdir. 3 ilə 4 uyğun gəlməyəcək. Ona görə cavabımız A bəndi olacaqdır. Növbəti sualımız Almaniyanın 1923-cü il çevrilişi cəhdi üçün səciyyəvidir. Almaniyada 1923-cü ildə nasistlərin pivəxana qiyamı etdiyini qeyd etmişdik. Bu qiyamda nasistlər tərəfindən həyata keçirildiyini qeyd edirik. Elə cavabımız B variantı olacaq. A variantına baxaq. Weimar Respublikası 1933-də süqut edir. Ona görə uyğun gəlmir. Ölkədə respublika elan edilir. Ölkə ilə 1919-da respublika elan olunur. Hitler Reyxkansler elan edilməsi ilə nəticələri 1932-dir. Daha doğrusu Reyxkansler 33-dür. Almaniya monarxiya elan edilməsi, Almaniyada monarxiya devrilib 1918-dən etibarən. Ona görə B variantı uyğun gəlirdir. Növbəti sual 1924-cü ildə qurulan mühafizəkarlar hökumətin tədbirlərinə aid deyil. Deməli, dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırıldı. Biz aid olmayanları seçirik. 1 aid deyil. Sərt büdcə siyasətinə keçdi. Bəli, 2 doğrudur. Sənayeni qaydaya salmaq üçün milli bərpa idarəsi yaradıldı. Xeyr. Pensiya yaşları aşağı salındı və imkansızlara sosial müavinət verildi. Bəli. 4 də doğru olacaq. Bizdən aid olmayan istədiyinə görə cavab olacaq 1 ilə 3, yəni D variantı. Növbəti sual Türkiyədə başlanan Milli Azadlıq Hərəkatı üçün səciyyəvidir. Milli Azadlıq Hərəkatı 1918 1923-cü illərdə əhatə edilir. Mustafa Kemal başçılıq edirdi. Bəli. Milli qüvvələri səfərbər etmək üçün hüquqları müdafiə cəmiyyəti yaratdı. Bəli. Türkiyə Cümhuriyyətinin elan edilməsi ilə başa çatdı. Biz buna görə cavabımız elə A variantı uyğun gələcəkdir. Növbəti sualımız George'un hökumətinin türk torpaqlarına sahib olmaq məqsədilə mane oldu. Burada isə Mustafa Kemalın əməli addımlar atması və yaxud da Milli Azadlıq Hərəkatını deyəcəyik. Ona görə cavabımız A variantı uyğun gəlirdir. Növbəti sual 1-ci Dünya müharibəsindən sonra Almaniyanın iqtisadi vəziyyətinə aid deyil. Sənaye istehsalının azalması, bəli, aiddir. Ölkədə maliyyə sisteminin sarsılması qeyd edirik.
İqtisadiyyat dövlət nəzarətini bərqərar etməsi, bəli. Qalib dövlətlər böyük məbləğdə təzminat verilməsi, bəli. Fransa və Belçikanın sənaye obyektlərini ələ keçirməsi, tam əksi. Fransa və Belçika Almaniyanın sənaye obyektlərini ələ keçirmişdir. Ona görə cavabımız E variantı olacaqdır. Növbəti sualımız Mustafa Kemal islahatları ilə Türkiyə həyata keçirilən tədbirlərdən deyil. Şəriət məhkəməsinin ləğv edilməsi, bəli, biz şəriət məhkəmələrinin ləğv edildiyini qeyd edirik. Latin qrafik əlifbası tətbiq edilməsi, bəli, mədəni sahədə keçirilən islahatdır. Xarici kapital fəaliyyətinin genişləndirilməsi yox da məhdudlaşdırılması olacaq. Ona görə C səhv olur. Qadın kişilərin bərabər hüquqlarının verilməsi, bəli, hüquqi sahədə keçirilən islahatlara görə deyirik. Avropa Ümumiyyətinin yeni mülk və cinayət məcəllələrinin qəbul olunması, bəli, hüquqi sahədə keçirilən islahatlarda qeyd olunur. Ona görə cavabımız C variantı uyğun gələcəkdir. Növbəti sual etadizm siyasətinin yönəlmişdir. Etadizm siyasəti xarici kapital fəaliyyətini məhdudlaşdırmağa doğrudur. Bütün sahələrdə Avropa qanunlarının tətbiqinə, Avropa qanunlarına xeyr. Milli burjuaziya mövqeyini möhkəmləndirməyə, bəli, bir üst doğru olacaqdır. İqtisadi müharibə hazırlıqlarına tabe edilməsinə xeyr, 4 uyğun gəlməyəcək. Ona görə cavabımız elə 1-3 olur. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Milli andın qəbul edilməsi, sultan hakimiyyətinin ləğv edilməsi. Biz sultan hakimiyyətinin ləğv olunması 1922-yə görə demişik. Ona görə 1 uyğun gəlmir. Lozan üsulunun imzalanması, Türkiyə müstəqillik və sərhədlərinin tanınması, bəli, Lozanaya görə qeyd olunur. 1923 idi. İnönü döyüşün baş verməsi, Milli Azadlıq Hərəkatının başa çatması, xeyr, bunu qeyd etmirik. Sədabat paktının imzalanması, Türkiyənin birtərəfliyinin əsasının qoyulması. Bəli, bu pakta görə Türkiyə birtərəfliyinin əsası qoyulmuşdur. 2 ilə 4 doğru olacaqdır. Növbəti sualımız 1-ci Dünya Müharibəsinin Böyük Britaniya təsirlərinə aid deyil. Milli sərvətlərin üçdə bir hissəsini itirdi. Bu aiddir. Kiçik və orta sənaye müəssisələri sıradan çıxdı. Aiddir. Bizim aid olmayanı istəyirsə 1-2-ni çıxırıq. Avropa ölkələrinin Britaniyadan borc asılılığına düşdü. Xeyr, Britaniya borc alandan, daha doğrusu borc verəndən borc alan ölkəyə çevrilmişdir. Ona görə 3 səhv olur. Sənaye və kapitalın təmərküzləşməsinin qarşısı alındı. Xeyr, bunu da deməyəcəyik. Ona görə cavabımız 3 ilə 4 olacaqdır. Xronoloji ardıcıllığı Reyn Təminat Paktının imzalanması 1925, Almaniya Millətlər Cəmiyyətinə qəbul etməsi 1926, Almaniya-İtaliya İttifaqının təsis edilməsi 1936, Antikomiterin Paktının imzalanması 1936. Amma belə deyək də, hər 2 ili 36 qeyd edirik. Amma Alman-İtaliya İttifaqının bağlaması birinci olubdur. Ona görə sıralama 1, 2, 3 və 4 formatında olacaqdır. Cavabımız 1, 2, 3, 4 olur. 27-ci sual George MacDonald və Chamberlain dövrlərinə uyğunluğu seçək. Əslində bu məsələ artıq dərslikdə yoxdur, amma bizim sınavda düşübdür. Yenə də biz qeyd eləyək. Rəhbərlik etdiyi hökumətin Britaniya tarixində ən uğursuz hökumət hesab olunurdu. A variantını 3-ə verəcəyik. Dünyanın iqtisadi böhranının başlayan zaman Britaniyanın baş naziri idi MacDonald. Milli hökumət rəhbərlik etmişdir MacDonald. Mühafizəkarlar və liberalların koalisiya hökumətinin rəhbərlik etmişdir. Yenə də MacDonald. Türkiyənin siyasətinə uğursuzluqdan sonra istefa vermişdi. George'un dövrünə deyəcək. Ona görə cavab 1-ə Y, 2-ə B, C, D, 3-ə A olacaqdır.